də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkinci hissədə yenidən bir yerdəyim. Bir daha xatırladaq, Koroğlu Asfar Arenada NBA Cup turniri 3-cü tur. Lokomotiv və Zəfər komandaları üzləşir. Qarşılaşmada qolsuz bərabərlik var. Komandalar fasiləyə sülh bağlayaraq yollandılar. Hər iki komandanın ilk hissədə həmləsi cəhdi olsa da, bəlkə görüşdə tilsim qırılmayıb. Belə fasilədə edilən məşvərət söhbət, ikincisi necə yansıyacaq? İkisindən fərqli bir senarinin şahidi olacaqmı? Əksələməz görüşün yekun hesabı 0-0 qalacaq. Ətirmək istəyir. Tural Əhmədov toxundu amma ram edə bilmədi. Out. Lokomotivin bir daha xatırladım. Qırmızı qara formada Lokomotiv, yaşıl göy formada isə Zəfər çıxış edir. Məhz Lokomotiv nəqliyyatı, Zəfər isə mühafizəni təmsil edir. At yerinə etirilməlidir Zəfər adına Namiq Daşdəmirov. İtirmədə səhvə yol verdi. Həsənli babalar. Pərviz Qurbanov. Cavidən İbrahimova doğru. Orada qarşılayan Musaydır. At yerinə itirilməlidir Zəfər adına. Musa Musayev. Diaqonalda Rüfət özünü göstərdi cərimə meydansasının əvərində. Bir neçə oyuncu mövqe tutmuşdu, yüksəklik qazanan top. Pərviz dəf etməyə bacardı Namiq Daşdəmirov. Zəfər ikincisidə daha hissəli, daha həvəsli görünür. Sinaha doğru ötürmə, uğursuz alındı. Ekranımızı aram-aram bəyənək, zəhmət olmasa dostlar, qardaşlar. Bir qədər ekranımızı bəyənək və paylaşaq ki, yayımız daha çox külə qarşısına çıxsın, bu görüşü daha çox şəxsi izləsin. Musa Musayev. Bəlkə də ilk epizodda zərbə indirsəydim. Nəticənin şahidi ola bilərdik. Həsənli babalar. Eltasatı Gözəlzadə, Siruzun təzyiqi var orada. Nəzər Əliyev, Siruz presing edirdi. Cavidən. Cavidən İbrahimov, Toğrul İsmailov. Ədalət təmsilçisi qayda pozuntusu qeyd alır. Epizodun bir neçə addımlığında edib və belə müdaxilələrə imkan verməyəcəyini qeyd etdi. Standart vəziyyət. Ceyhun Məmmədov 2 nəfərdən ibarət canlı səd istədi. Toğrul ötürməklə başladı. Eltac Adı Gözəlzadə Zəfərin müdafiəsini yarmaq istəyir Lokomotiv tərəfi. Kapitan Eltac Cinaya doğru ötürmə. Namiq Musa təzyiq ondan. Namiqin ötürməsi Cavidən keçmədi. Son müdaxilə Rüfətdən Eltac gəlişinə zərbəsi. Siruzun müdaxiləsi var idi. Əks həmlə ola bilər. Nəzər Əliyev. Cina doğru ötürmə. Bepudov imkansız idi. Rüfət Abbasov geriyə qaytardı Musa Musayev. Koroğlu Asfar Arenada NBA Cup turniri 3-cü tur. Zəfər. Orada indirilən zərbə, məsələ Zəfər adına alınmadı. Bir daha xatırladım. Zəfər və Lokomotiv komandaları üzləşir. Qarşılaşmada qolsuz bərabərlik var. Bu epizodda isə zərbəni indirən Əhmədov Tural idi. Burada isə digər qapçı yerdə qalıb Həsənli babalar.
qarşılaşmada 31-ci dəqiqə oynanılır. Görüşdə son 19 dəqiqə və qolsuz bərabərlik var Koroğlu Asvar Arenada. Həsənli Babalar, Eltac adı Gözəlzadə, Pərviz yanında ötürmək istəyirdi Eltac. Bu zərbə idi mi, yoxsa ötürmə mi? Sənimcə bu sualın cavabını Eltacdan savayı heç kəs bilməyəcək. Rüfət Cina boyunca irəlilədi Abbasov. Toğrul onun qarşısını kəsmişdi. Musa. Toğrulun müdaxiləsi vardı Cavidən İbrahimov. Namiqdən yayınmaq istəyirdi. Yüksəklik qazanan top. Musa. Toğrulun önündə qaldı. Toğrul İsmailov. Yayındı bir rəqibindən. Bitirməyə imkan verilmədi. Əksəmli olacaq. Tural Əhmədov. Qarşılıqlı mübarizə izləyirik. Sərbəst zərbə. Toğrul İsmailov yerdə ikən müdaxilə etmişdi. Ən azı 2 toxunuş olmalıdır. Bəli olacaq. Siruzun ötürməsi. Ev tapşırığına bənzirdi, amma deyəsən, Lokomotiv oyuncuları bu ev tapşırığına xəbərdar idi. Diaqanla doğru ötürmə, Rüfət. Burada rəqimin də təzyiqi var idi. Mehbudov Əhməd pressinq edirdi. Ceyhun Məmmədov, zəfər nəmləsi gerdən başlayacaq. Musa Musayev. Diaqanla doğru ötürmə, Rüfətin önü istiqamətində. Toğrul İsmailov burada gövdəsi ilə rəqibini qarşısını kəsir. Toğrul. Mehbudov rəqibini keçə bilmədi. Siruz. Korner. Küşdən zərbəni izləyək. Cərmə meydançası daxilində 2 nəfər oyuncu var. Və özü korneri birbaşa çərçivəyə yönəltdi, amma uğurlu alınmadı. Cavidan. Ceyhun Məmmədov. Tural Əhmədov var. Ötürməsi Siruza çatmadı. Musa. Cavidanla mübarizə apardı. Musa itirmədi. Həsənli Babalar vaxtında qalasını tərk edir. Cavidanla əks-hücum şansı ola bilər. Ola bilərdi. Ötürmə versəydi. Namiq Daşdəmirovun qarşısı kəsildi. Əks-hücum şansı. Mehbudov. Zərbədə keçid yoxdur. Yerinə yetirilməlidir. Cavidan. Eltac toxunsa da. Nəticə hasil olmadı. Bir ötürmək istəyir. Rüfət. Abbasov. At yerinə yetirilməlidir Zəfər adına. Barada vəzetmə başlı Namiq Daşdəmirova vəzləndi. Ona vəzlə meydana daxil olan çox haqqında bəhs edəcəm. Bu Murad Daşdəmirovdur. 22 nömrəli forması ilə meydandadır Murad. Rüfətin ötürməsi. Əhməd Behbudov müdaxilə etmişdir. Toğrul İsmailov bir qədər gözlədi Əhmədin ön istiqamətində. Lokomotiv təhlükəli gəldi. Əllə oyunu işarə edir referi.
Məmmədov 2 nəfərdən ibarət canlı səd istədi. Önünü bağladı. İşarə gəldi. Zərbə geridə. Behbudovun zərbəsi uğursuz alındı. Musa Musayev. Karşılaşmada son 14 dəqiqə. Cavidan. Cavidan olmalı cəmlələr. Önünü bağladılar. Murad onun qarşısını kəsib. Cavidan geriyə qayıtma məcburiyyətinə qaldı. Bir an ötürməsi Toğrul. Topu bir qədər özündən irəli buraxdı. Əksəmlə. Musa Musayev göz gəzdir ona. İtirmə verməyə heç kəsi toplamadı. Toğrul yayındı rəqibindən. İsmailov zərbə! Hər kəsi intizarda saxladı Toğrul İsmailov. Nəticə hasil oldu. Oyunda isə qızışır. Var olun ekranımızı beğenenler. Minnətdarım. Cina doğru ötürməyə Rüfət. Eltaz oradan onun qarşısını kəsmişdi. Out. Rüfət Abbasov. Qapıdan zərbə. Artıq ikinci səndə yarlıydıq. Və Koroğlu Asfar Arenada hələ ki qol yoxdur. Görünür ki, eləməz görüşün taleyini yalnız bir qol həll edə bilər. Həsənli babalar Cina doğru ötürmə. Eltaz ayaq saxladı. Eltaz göz gəzdirdi. Yenə babalar oynama məcburiyyətinə qaldı. Cinata Pərviz Qurbanov. Qurbanov ötürmə. Əhməd Behbudov. Cavidanı görmüşdü uzaq küncə qapı arxasında. Doğru ötürmə vermək istədi, alınmadı. Əhməd Behbudov. Qapandı Zəfər tərəfi. Eltaz. Pərviz Qurbanov. Gerdən gələn rəqibini görmədi. Musa Musayev. Doğrusu bu Murad Daşdəmirov idi. Səhvimi düzəldim. Eltaz. Tərs bir müdaxilə. Kapotiri. Oyundakı ən real gol epizodlarından biriydi bu. Eltazın tərs müdaxiləsi Kapotirinə dəydi. Korner izləyək. Ötürmək istəyə keçmədi. Adı Gözəlzadə Əksizum şansı ola bilər. Toğrul. Ötürmədə səhvə yol verdilər. Koroğlu Asfar Arenada MP-İKAP turniri 3-cü tur. Daxili şirkət turniridir. Zəfər və Lokomotiv komandaları üzləşir. Zəfər nəqliyyatı, daha doğrusu Zəfər mühafizəni, Lokomotiv isə nəqliyyatı təmsil edir. Koroğlu da Asfar Arenada hələ ki qolsuz bərabərlik şahidik. İşte hələ ki tilsim qırılmayıb. Təxmin olaraq artıq 40 dəqiqəni geridə qoyuruq və qapının kilidini açmaq mümkün olmuyor. Eltaz adı Gözəlzadə. Ara ötürməsi yaxşı alındı. Toğrul. Cinata əmləyə qatılan oyuncu vardı. Əhməd Behbudov yenidən Toğrula doğru. Bir qədər izafi güclü edilmişdi bu ötürmə. Topa çatmaq mümkün olmadı. Tural. Out. Siruz Nəzərəliyev. Ara ötürməsi. Ekranımızı beğeninler. Var ol. Aşağıda adlarınızı görürüm. Hər birinizə ayrıca minnətdarım. Rüfət Abbasov. Düşüncə yaxşı ötürmə qeyri dəqiq.
Toğrul İsmailov. Toğrul. Mərkəzdən zərbə indirdi. Top qapıdan yan keçir. Rüfət Abbasov. Toğrul qarşıladı. Artıq oyuncularda yorğunluq da hiss olunur. Burada time-out save var. Time-out'u götürən tərəf Lokomotivdir. Ola bilər. Onu örgənə bilmərəm axı. Hesab 0-0. Aha, bəli. 20-0-0'da oyundayıq. Yeni Suraxanlıda. Bəli. Ədalət təmsilçisi komandalar yenidən meydana dəvət edir. Təxmini olaraq 8 dəqiqə. Bəlkə də daha az bir vaxt qalıb görüşün bitməsinə. Bir qədər dinclərini aldılar. Eltaz adı Gözəlzadə. Sirus'un müdaxiləsi var idi. Nəzər Əliyev. Müdafiə qapandı Tural Əhmədov. Turala qarşı qayda pozuntusu qeyd alır refer. Epizodun bir neçə addımlığında edir. Gözündən yayınmır. Cərmə zərbəsi standart vəziyyət. Musab ötürmə ilə başladı. Əsərli babalar yerindədir. Üçün çətin bir epizod olmadı. Əhməd Bey Budov. Orada Ceyhun'un təsiri vardı. Ceyhun. Kifayət qədər təhlükəli zərbə idi. Kapitan Mirəl Əkbərli Ceyhun'un ifasını da izlədik. Az fərqli top qapının üzərində meydan tərk etdi. Eltaz. Pərviz Qurbanov. Sirus'un təzyiqi var. Pərviz yayında rəqibdən alır. Ötürməsi keçmədi. Gücdən zərbə. Korner izləyək. Sirus'un ötürməsi Ceyhun'un gerisində qaldı. Çavidan təzyiq var idi. Ötürmə ünvana çatdı Sirus. Sirus ram etməkdə çətinlik çəkdi. Əsənli babalar. Eltaz adı Gözəlzadə kapitan. Həmləni quracaq. Bir qədər uzun ötürmələr üstünlük verir. Bu dəqiqələrdə məhz Lokomotiv tərəfi müdafiəsinin müdaxiləsi sonrası top meydan tərk etdi. Korner olacaq. Küncdən zərbə Lokomotiv adına görə bu duran top şansını necə dəyərləndirəcəklər? Cərmə meydançasının dəvərində bir neçə oyuncusu var. Amma heç kəs toxuna bilmədi. Out. Bir Aldal Cəmləv. Musa Musayev. Taban ötürməsi Sirus və gol! Sirus! Nəzər Əliyev. Bir göz qırpımında baş verdi hər şey. Rəqsəmlədə gol gəldi. Görüşün 45-ci dəqiqəsində tilsim qırıldı, qapının kilidi açıldı. Sirus Nəzər Əliyev məhz tilsimi qırdı. 1-0. Axır ki, gözlənilən qol gəlir. Zəfərin minimal hesablı üstünlüyü var artıq.
Lokomotiv önündə. Sanki bu gol komanda bir qədər də impuls, stimul qatıb, hal-hazırda onlara inam sirayət edir. Təbii ki, qalan dəqiqələr ərzində bütün xətlərlə rəqibin müdafiəsini yarmaq istəyirsə Lokomotiv tərəfi ən azından bərabərlik üçün. Sənli babalar əsəblərini cilovlaya bilmədi orada. Sərt şəkildə iradını bildirirdi. Burada elə də dəymişdi deyəsən. Top ədalət təmsilçisinin gözündən yayındı. Deyəsən Məhəmmədi biz meydanda görəcəyik. Hansı ki, zədəsi ağrısı olmasına baxmayaraq komandasını bu vəziyyətə qoymaq istəmir. Nə olur olsun, nəyin bahasına olur olsun mübarizə aparmaq istəyir. Törməkə etmədim. Eltazadı Gözəlzadə. Namik Daşdəmirov. Namik zərb alınmadı. Məhəmməd meydana daxil olmayacaq. Ayaqqabısını geyindi ayağına amma. Ayaqsız durmaqda çətinlik çəkdi. Nə qədər cəhd etsə də qalan vaxt ərzində onu izləməyəcəyik. Alt yerinə itirilməlidir. Vaxt tükənir artıq. Lokomotiv rəqiblə mübarizə apardığı kimi artıq zamanla da yarışır. Eltazadı Gözəlzadə. Orada Namikdən yana bilmədək. Süzüm şansı Siruz Nəzərili meydandakı yeganə qolun müəllifi. Alt Lokomotivin. Eltaz. Ötürmək istəyir Cavidan çatmadı. Cavidan İbrahimov. Cavidan yayında rəqibindən. Cavidan! Ötürməsi zərbəçi yox. Vaxtında qapsın tərk etdim. Burada etirazları da əllə oyun deyəm. Pərviz rəqibin sağından atıb solundan keçsin. İndirilən zərbə Eltaz. Nə baş verdi oradan? Eləmi dəydi top? Mənim gözümdən yayındı deyilsən. Deyilsən Musa Musayevin əlinə dəymişdim. Çox yaxşı bir imkan bərabərlik üçün. Ən azından məğlubiyyətdən xilas olmaq üçün bəlkə də son imkanı ola bilər. Dönən zərbəni kimi yerinə yetirəcək Cavidanmı? Namikmi? Ceyhun Məmmədov ötən dəqiqələr ərzində qapısını toxunulmaz saxlama bacarıb. Maçın adamı xilaskarı ola bilər. İşarə gəldi. Cavidan zərbə ediləcək kimi görünür. Cavidan zərbə və gol! Cavidan İbrahimov. Komandasını bəlkə də məğlubiyyətdən xilas etdi. Bir oldu. Kartlar yenidən paylanır meydanda. Referi davam deyir. Yəni imkan tanıyır oyunculara. Alt yerinə yetirməlidir. Son əmlələrdir, son cəhdlərdir.
İlk hissədə qolsuz bərabərlik. İkinci hissədə qarşılıqlı qollar, bir-biri bərabərlik var. Həsənli babalar soyuqqanlıdır. Riskli hərəkətlər izlədi onun ifasında. Seyruz Nəzərəliyev görüşdə tilsimi o qırmışdı. Ədalət təmsilçisi bu cəhdlərlə də, bu epizodlarla da qarşılaşmanı bitirdi. Hər komanda evə bir xalla dönür. Zəfər və Lokomotiv komandaları sülh bağlayır. Onlar arasındakı prinsipiallıq bu görüşdə də həll olmadı. Hər iki komanda növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.